Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah və ba'd. Hörmətli və dəyərli izləyici qardaşlar və bacılar, Allah subhanahu və teala sizləri qorusun və hamımıza faydalı elm versin. Qardaşlardan birisi tələb eləmişdi, soruşmuşdu, açıq-saçıq geyinən qadınlara ətir satmaq barəsində. Və ona belə cavab verilmişdi ki, əsli icazəlidir, ətir satmaq əslində icazəli bir sahədir və sən məhsul deyilsən, cavabdeh deyilsən ki, səndən alan şəxs həmin ətri, məsələn, qadındır, çöldə sürtüb çıxacaq, yoxsa yəni halala istifadə edəcək, yoxsa harama istifadə edəcək. Bu sənin cavabdehliyində olan bir şey deyil, sən sata bilərsən, qadına da, kişiyə də. Lakin istisna hal kimi, əgər sən bilsən ki, dəqiq bu qadın özü üçün alır həmin ətri və onu vurub çölə çıxacaq və haram istifadə edəcək və səndən bu sahədə məsələn məsləhət istəyir ki, görəsən yayda hansı ətri vurub çıxım ki, gözəl olsun, qışda hansı ətri məsləhət görürsünüz mənə. Yəni artıq dəqiq biləndə ki, bu qadın bunu haram üçün istifadə edəcək, onda satmaq doğru deyil. Bu barədə qardaş fətvalar soruşmuşdu ki, alimlər nə deyirlər deyə və həmin alimlərdən Allahın izni ilə bir neçəsinin fətvalarını təqdim etmək istəyirəm. Allah Taala'dan bu işdə müvəffəqiyyət və ixlas istəyirəm. Amin. Həmin şeyxlərdən birisi Şeyx Salih Fovzandır. Hafizahullah. Gəlin dinləyək. Yəqul Şeyxana barakallahu fik. Ondan soruşurlar. Hel tecuzul mütacara bil uturin nisaiyə ilmen bi ennel nisa'a indana fi biladina yəxrucna muta'attirat əftuna barakallahu fik. Qadın ətirləri satmaq icazəlimi? Nəzərə alaraq ki, bizim ölkəmizdə qadınlar ətir vurub çölə çıxırlar, yəni haram istifadə edirlər. Şeyx cavabında belə deyir. İzə alimtə ənə həzihil mər'a tətəattar lit-tiyb-ləzi təştərih mink tətəattar bihi lil-xuruc fələ təbi' aleyhə. Deyir, əgər sən dəqiq bilsən ki, məhz bu qadın səndən aldığı ətiri vurub çölə çıxır, yəni haram istifadə edir, onda ona satma həmin ətiri. Lənnə həzə minət-təavun aləl-ismi vəl-udvan. Çünki bu, günah və düşmənçilikdə köməkləşmək kimi sayılır. Necə ki, ayədə Allah Taala bunu qadağan eləyir. Və yəni günah işlərdə köməkləşməyə aid olur bu. Əmmə izə ləm tə'ləm فلا بأس بذلك أن تبيع العطر على المرأة وعلى الرجل على من يريد الشراء ما لم تعلم أن هذا المشتري يستعين به على الحرام فإنك لا تبيع عليه لئلا تتعاون معه على الإثم والعدوان. Əgər bilmirsənsə, onda satmaq icazəlidir. Qadın gəlir ətir istəyir satırsan, kişi gəlir ətir istəyir satırsan, bu icazəlidir. Lakin artıq dəqiq biləndə onda artıq satmaq icazəli deyil. Və bu məqamda bir şey toxunmaq istəyirəm. Bu demək deyil ki, sən bir-bir soruşursan müştərilərdən ki, bunu nəyə alırsan? Xeyr, soruşmursan. Lakin müəyyən hallar var ki, sənə bildirir də. Məsələn, qadın gəlib deyir ki, mən keçən dəfə sizdən ətir almışdım, rəfiqələrimin çox xoşuna gəldi. İndi yenə ondan vurmaq istəyirəm. Keçən dəfə bunu vurub filan məclisə getdim. Keçən dəfə bunu vurub harasa istifadə elədim. Çox gözəl idi, çox razı qaldıq. İndi rəfiqələrim də istəyir. Artıq sən dəqiq bildin ki, qadın bunu harada istifadə edib. Bir də var ki, qadın xeylağıdır, geyimi, keçimi yerindədir, hicabıdır. Gəlib deyir ki, məsələn, mənə 10 qram molekul ətri verin və ya narkotik ətri verin. Sən də verirsən, müsəlmanlar haqqında yaxşı zənn edirsən ki, evdə istifadə etmək üçün alır, bəlkə də ərinə, qardaşına, atasına hədiyyə üçün alır. Yəni, yaxşı zənn etmək qapıları çoxdur, şükür Allah. İndi isə Şeyx Süleyman Ruheyli, hafizahullah, onun bu barədə suala cavabını dinləyək. Assalamu aleykum, hədə yəqul, həl yəcuzu bey'l utur alə nisə'il mütəbərricat. Soruşurlar ki, deyir, əhsənallahu iləyik, açıq-saçıq giyinən qadın. Açıq-saçıq deyəndə bəzən elə başa düşürlər ki, mütləq, yəni, açıq-saçıq yəni hicabsız qadınlara deyilir. Yəni, qolları açıq, dizləri açıq, bunlar artıq şəriətlə açıq-saçıq giyinən sayılır. Yəni, mütləq şərt deyil ki, açıq-saçıq deyəndə pozğun qadınlar qəsd olunsun. Yəni, cahil, hicab giyinməyən və öz bədəninin müəyyən hissəsini açıq şəkildə çölə çıxan qadınlara da aiddir bu. Şeyxdən soruşur ki, yəni belə qadınlara əsir satmaq icazəlidirmi? Məlumdur ki, onlar ətri çöldə istifadə edəcəklər. Həm gözəl paltar giyinməyə çalışırlar, həm də gözəl ətir vururlar, cazibəli ətir vururlar.
قلت مرارا وتكرارا ما هو حلال ولكن يمكن أن يستعمل في الحرام يجوز للمسلم أن يبيعه حملا للناس على حسن الظن. Şeyh ki, mən dəfələrlə demişəm ki, الجوالات هذه التي انتشرت فيها كاميرات ممكن أن تستعمل في حلال ويمكن أن تستعمل في حرام، ممكن أن تستعمل في حلال ويمكن أن تستعمل في حرام يجوز بيعها. O şeylər ki, halaldır, lakin haramda da istifadə oluna bilər. Bunları satmaq icazəlidir. وأصل ذلك الموس، فإن الموس التي انتشرت فيها كاميرات على حسن الظن مثل الجوالات هذه للناس على حسن الظن المسلم أن يبيعه حملا للناس على حسن استعمل في حرام. Yaxşı zənn edib müsəlmanlara satmaq olar deyir. Məsəl üçün telefonlar, bugünkü gün məsələn bəzi alimlər şəkil çəkməyə haram görürlər və lakin telefon satmaq icazəlidir. Çünki yaxşı zənn olunur müsəlmanlar haqqında ki, yəni bu telefonları və ya kameraları icazəli və halal işdə istifadə edəcəklər. يجوز بيعها. وأصل ذلك الموس، فإن الموس يمكن أن يستعمله الرجل في حلق شعر العانة وهذا مشروع، ويمكن أن يستعمله في حلق لحيته وهذا ممنوع. Məsələn, lezva satır, mağazada satır. İnsan var ki, lezvanı alır ki, saqqalını qırxmaq üçün, bu da haramdır. İnsan da var, qoltuq altında tükü qırxmaq üçün məsələn alır. Bu isə mübahdır. فيجوز بيع الموسى ولم يمنع العلماء بيع الموس إلا إذا غلب على ظن البائع أن هذا المشتري بعينه إنما يشتريه ليستعمله في الحرام. Yəni belə onda icazəlidir. Əgər bu lezvadır və hər hansı bir icazəli bir şeydirsə, bunu harama da istifadə edirlər insanlar, halala da, mübaha da istifadə edirlər. Sata bilərsən, yaxşı zənn edirsən müsəlmanlar haqqında ki, yaxşı, yəni icazəli şeylərə istifadə edəcək. Yalnız o halda ki, sən əksər zənn, yəni böyük ehtimal var ki, artıq bilirsən ki, bu adam bunu harama istifadə edəcək, məsələn, saqqalı qırxmağa istifadə edəcək. Onda satmırsan. هذا المشتري بعينه إنما يشتريه ليستعمله في الحرام فإنه يحرم عليه أن يبيعه. Belə onda haramdır satmaq. Satmaq haramdır. لأن القاعدة Əgər bilsən ki, konkret bu müştəri, məhz bu müştəri bu lezvanı alır ki, üzünü qırxsın. Bunda haramdır. Amma sən tanımırsan müştərini, bilmirsən, səndən sadəcə gəlir ki, lezvan neçədir və həmin o cilet indiki neçədir, sən desən 1 manatdır, o da manatını verib götürüb gedir. Artıq sən yaxşı zənn edirsən ki, yəqin ki, yaxşı, yəni halal və mübah sahələrdə istifadə edəcək. Amma yox, gəlib, məsəl üçün, bəzən adamı tanıyırsan və ya ehtimal eləyirsən, böyük ehtimal var ki, bu bunu üzü qırxmaq üçün alır. Və yaxud da ki, bu saat gəlib deyir ki, mən şeydə işləyirəm, şirkətdə işləyirəm, keçən dəfə sizdən alan lezvalar üzümü çox rahat qırxdı, çox razı qaldım, ondan bir 5 dənə də ver. Belə olan halda artıq sən konkret bu insanın onu harama istifadə etdiyini bildin. Bəli. أن ما حرم أخذه حرم إعطاؤه، أن ما حرم أخذه حرم إعطاؤه، وأصل القاعدة قول الله عز وجل وتعاونوا على البر والتقوى ولا تعاونوا على الإثم والعدوان. نعم. Burada şeyh bir qayda da gətirir ki, götürülməsi haram olan bir şeyin verilməsi də haramdır və bu qaydanın da deyir, əsli bu ayədir ki, bu ayəyə görədir. Allah Teala deyir ki, haram, deməli, günah və düşmənçilik işlərində köməkləşməyin. Lakin yaxşılıq, salih əməl və təqva işlərində isə köməkləşin. Və bu sahədə həqiqətən də var, kifayət qədər şeyxlər danışıb, şükür Allaha. Hətta şeyxlərdən birisidir ki, əslində açıq-saçıq qadın, dar şarval giyinib və yaxud da ki, çiyini, sinəsi müəyyən qədər yəni açıq. Əslində bu deyir, sən bacarsan heç onu dükandan, mağazindən içəri buraxma. Lakin məlumdur ki, bizim cəmiyyətdə bu şeylər təəssüf ki, indi o qədər də əməl etmək, kimsə bacaran qədər əməl eləyir. Allahdan bacardığın qədər qorx qaydası əməl olunur. Yəni,
yəni hətta imkan varsa o cür qadınlarla heç ünsiyyət olmaq, mağazinə girməsinə şərait yaratmırsan. Qaldı ki, hələ onlara kömək edirsən ki, al bu gözəl ətri, biraz da fitnəni artır və daha çox insanları fitnəyə sal deyə. Bu məsələ çox ciddidir və təəssüf ki, bəzi müsəlmanlar pula görə, pul istəyirlər deyə və qadınlar ətirlər çoxalırlar deyə vəziyyətdən çıxmaqdan ötürü şeyxlərə sualları biraz başqa cür verirlər və yaxud da ki, əsli halaldır deyib haram bildiyi insanlara da satırlar. Bilir ki, bu adam bunu harama alır, yenə satır. O özü bilər, özünün Allah arasındadır və məsəl üçün belə hallardan birisi yaşanır. Şeyxlərdən birisinə sual verir, bir nəfər deyir ki, şeyx, mən kişi və qadın ətirləri satan bir mağazin açmalıyım. Mən deyir, vacibmi ki, mənə yazım ki, bəs qadınlara satmıram və yaxud da ki, və digər təfsatlar. Şeyx deyir, yox, belə bir şey yazma ehtiyac yoxdur, qadınları da satmaq olar, kişiləri də satmaq olar. Yəni fikir ver, suala elə qoyur ki, şeyx əsli ilə cavab verir ki, yəni yox, qadınlara haram deyil satmaq. Lakin sən də mən də bilirik ki, burada əsas məsələ, hamımız bilirik, icazəlidir satmaq. Lakin söhbət ondan gedir ki, əgər dəqiq bilirsə ki, satıcı və çox böyük ehtimal var ki, böyük zənn var ki, o onu haram üçün istifadə edəcək. Onda necə? Bax, onda satmaq olmaz. Amma əsli icazəlidir. Allah Subhanahu taala hamımıza, müsəlmanlara gözəl ruzi versin, faydalı elm, gözəl ruzi və məqbul əməl versin. Velhamdülillahi Rabbil alemin.